Yox, Allah deyib, neyniyin siz? Qohumlarla əlaqəni pozmayın. Sən əlaqəni pozmursan. Ne deyirsən, qardaş, cəhənnəmə çağırırsan məni, mən də cəhənnəmə gəlmirəm. O kəsir əlaqəni. O sənə deyir, araq süfrəsində gəlib oturmalısan. O səni məcbur eləyir. Deyir, oturmasan, sənin üzvə baxmaram, dünəndən baxma. Baxın, əzizlər, məsələ belədir. İnsan neynəməlidir? Biraz diqqət eləməlidir. Biz bu həyatda həm ictimai məsələlərimizdə, həm mənəvi məsələlərimizdə diqqətli olmalıyıq. İctimai məsələlər bizi mənəvi məsələlərdən saxlamasın. Ay filan şeyi eləyirəm, bəzən olur insan, onun misalı bənzəyir o uzun bir yola çıxan bir avtomobilə bənzəyir ki, onun daha o benzin ölçəni göstərmir. Sən də bilmirsən o harda qutaracaq, harda qalacaq, onu bilmirsən.